Bunun tərkibində olan sir nədir ki, bizim mədəmizi Allahın izni ilə sağalır? Propolis Allahın bizə bəxş etdiyi mükəmməl bir nemətdir. O mədə divarını qoruyan, yaraları sarıyıb bərpa edən bir möcüzədir. Rəbbimizin hikməti ilə propolisin tərkibindəki flavonoidlər və fenolik birləşmələr mədəni qoruyur, iltihabı azaldır və zədələnmiş toxumaları yenidən canlandırır. Allahın izni ilə propolis Helicobacter pylori məhv edərək mədə turşuluğunu tənzimləyir və sağalmağı bərpa edir. Lakin unutmayın ki, bütün səbəblər yalnız Allahın izni ilə təsir edir. Biz təbii vasitələrdən istifadə edə bilərik, amma şəfanı yalnız Rəbbimizdən istəməliyik. Çünki bizi yaradan da, sağaldan da odur. Propolis təsirli olması mümkündür, amma şəfanın haradan gələcəyini yalnız Allah bilir. Buna görə də səbəblərdən yapışaraq ürəkdən ona yönəlməliyik. Çoxları deyir ki, propolis qəbul edə bilmirik, acıdır. Əlbəttə ki, dərman şirin olmalı deyil, acı olmalıdır. Bismillah. يبعث الأشواق